İnsanın ürəyi, qəlbi Allahın əlindədir. Qəlb nəyəsə aşiq olur. Bu Allahın işidir ki, bizim qəlbimiz nəyəsə bağlanır, nəyəsə aşiq olur. Bu bəzən cəza ola bilər bizim üçün, bəzən mükafat ola bilər. Bəzi şeyləri biz sevirik, qəlbimiz ona bağlanır. Allah bizim qəlbimizi ona bağlayır, bizə cəza olaraq. Hansısa pis əməllərimizin cəzası, elə bilməyək ki, göydən bizim başımıza daş yağmalıdır ki, deyək bizə cəza verildi. Cəza bəzən belə olur, qəlbdə layiq olmayan bir şeyə məhəbbət yaranır. Allah bu məhəbbəti yerləşdirir əməlin cəzası olaraq. Bəzən də görürsən, qəlb nəyəsə aşiq olur, yaxşı işlərin mükafatı olaraq Allah sənin qəlbivə dəyərli bir şeyin məhəbbətini salır. Dəyərli bir şeyin məhəbbətinə daxil edir. Belə də olur, elə də olur. Hədislərdə var, bir insan qəlbini Allahın eşqi ilə, məhəbbəti ilə doldurmasa, cəzası bu olar ki, Allah onun qəlbini özündən qeyrilərinin məhəbbəti ilə doldurar. Qəlbin cəzasıdır. Allahı sevmədinsə, qəlb yenə də Allahın əlindədir. Allah necə cəza verir? Deyir, qəlbi dolduraram başqa şeylərin məhəbbəti ilə. Yaxud da insan yaxşı bir iş görür, Allah istəyir mükafat versin. Yaxşı işin mükafatı nədir? Yaxşı işin mükafatı budur ki, Allah qəlbinə yaxşıların sevgisini salır. Başlayır yaxşıları sevməyə. Bunlar hamısı dəqiq nizam, intizam əsasında tənzimlənir. Öz başına deyil, boşu-boşuna deyil. Hətta dünyada olan kiçik sevgilər, əhəmiyyətsiz saydığımız sevgilər ki var ürəyimizdə, hansısa bir işə məhəbbət yaranır, hansısa bir işə sevgi yaranır, bir məşğuliyyətə sevgi yaranır, bir peşəyə sevgi yaranır, hansısa insana sevgi yaranır, hansısa həyat tərzinə sevgi yaranır, filan şəkildə yaşamağa sevgi yaranır. Bunların hamısı bilin ki, Allahın işləridir. Qəlb birbaşa Allahın idarəsindədir. Allah qəlbi birbaşa özü idarə eləyir. Qəlbimizin bağlılıqları, sevgisi və nifrəti əməllərimizin qarşılığıdır. Qəlb Allahın əlindədir. Bayramın duasında var, Novruz bayramında da deyirik, il təhvil olanda deyirik. Bayramın duasında deyirik ki, ya müqəllibəl qulub, müqəllibəl qulub, ey qəlbi idarə eləyən, belə tərcümə eləmək olar. Qəlbi çevirən, dolandıran. Bəzən yaxşı bir adam cəmiyyətdə sevilir. Cəmiyyət yaxşı bir adamı sevir. Bu həmin cəmiyyətə Allahın mükafatıdır. Bir cəmiyyət yaxşı adamı sevirsə, cəmiyyətin nəsə yaxşılığı var, Allah yaxşının sevgisini o cəmiyyətin ürəyinə salıb. Bəzən də görürsən ki, bir cəmiyyət pis adamı sevir. Bu da Allahın cəzasıdır həmin cəmiyyətə. Pis adama məhəbbəti var. Sevir onu. Qəlbin cəzasıdır bu. Biz bir cəmiyyətin mənəvi durumunu müəyyən eləmək istəsək, hansı yoldan daxil olaq? Necə bilək bu cəmiyyət necə cəmiyyətdir? Namaz qılanların sayı ilə xeyr. Oruç tutanların sayı ilə xeyr. Bunlar göstərici deyil. Mənəvi durumun cəmiyyətini müəyyən eləmək üçün gör bu cəmiyyət kimləri sevir. Budur, ən gözəl göstərici budur. Məşhurluq yox ha, məşhurluq hər bir adam ola bilər cəmiyyətdə məşhur olsun. Sevgidən danışıram. Bax gör cəmiyyət kimləri sevir, kimlərə nifrət eləyir, kimləri dəyərləndirir, kimləri yox. Ondan biləcəksən bu necə cəmiyyətdir. Sağlam cəmiyyətdir yoxsa yox. Hətta ailə üzvləri arasında sevgi yaratmaq Allaha bağlıdır. Ailə üzvlərinin arasında sevgi yaratmaq üçün də Allahın qapısına getməliyik. İmam Səccad əleyhissalam belə dua eləyir. Əizzəni fi əşirəti və qavmi. İlahi, məni ailəmin və qohumlarımın içində əziz elə. Allaha gedir deyir. Qəlblər Allahın əlindədir. Yarınmaqla, dərdən qabıqdan çıxmaqla, özünü sevdirməklə deyil. Nə qədər çalışırsan çalış,
Allah iradə eləməlidir ki, ailə öndə sənə sevgi olsun. Ailə üzvlərində bir-birinə sevgi olsun. Qəlb Allahın əlindədir. Qəlbə heç kim hakim deyil. Biz hər yaxşılığı rahat istədiyimiz kimi sevə bilmirik. Və hər pisliyi də qəlbimizdən rahat çıxarda bilmirik. Bu bizim əlimizdə deyil. Filan kəs yaxşıdır, mən də onu sevdim. Yox, bu əməlli başlı bir prosesdir. Allahın xüsusi inayəti nəzəri olmalıdır. Allah inayət eləməlidir. Məsələn, qəlbimizi müayinə eləmək istəyirik. Adam öz-özünü istəyirək müayinə eləsin. Allah bir yol deyib. Deyib, bax gör, qəlbində Kərbəla ziyarətinin istəyi var ya yoxdur. Kərbəla ziyarətinin istəyi var ya yoxdur. Əgər İmam Hüseynin ziyarətinə getmək istəyirsənsə, bu sevgi səndə varsa, bu göstəricidir ki, qəlbində ümid var ki, qəlbin islah olsun. İza əradəllah bi'abdin xeyra, qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarəti. Allah bir bəndəyə xeyir vermək istəsə, görürsünüz, deyir, Allah yerləşdirər. Demir, o sevər. Deyir, Allah ürəyində Hüseynin və Kərbəlasının ziyarətinin məhəbbətini yerləşdirər. Allah birinə xeyir vermək istəsə. İstəyirsinizsə qəlbinizi müayinə edin, görün, Kərbəla ziyarəti istəyi var, havası gəlir sənə. Yoxsa elə düşəndə gedərik. Başqa şeydir. Düşəndə gedərik. Biri təklif eləyər, gedərik. Yaxşıdır İmam Hüseyin, Allah qəbul eləsin. Amma bir də var ki, sevgisi var ürəkdə. Bu sevgi göstəricidir. Allahın bir mükafatıdır. Hətta ananın balasına sevgisi var. Biz o qədər təbii bilirik. İmam Hüseyin əleyhissalam Ərəfə duasında şükür eləyir neçə şeyə. Bir də deyir, şükür olsun ki, anamın ürəyinə mənim məhəbbətimi saldın. Təsəvvür edin, analar balaları sevməsəydi nə olardı? Ana uşağı dünyaya gətirir, sonra təmənnasız ona qulluq eləyir. Biz də öyle belə də olmalıdır. Gözümüz açıb belə görmüşük deyə. Amma bilmirik ki, İmam Hüseyin əleyhissalam buna ayrıca şükür eləyir. Ayrıca təşəkkür eləyir. Ki, çox şükür ki, anama məni sevdirmisən. Sevdirməsəydin faciə olacaqdı. Sevməsəydi mənə baxmayacaqdı. Baxsaydı da ürəksiz baxacaqdı. O sevgini mən hiss eləməyəcəkdim. Sözün qısası, dəyərli və dəyərsiz sevgilər ürəyimizdə olan. Hamısı Allahın əlindədir. Burada bir dənə incə məqam var. Elə çıxmasın ki, biz boynuna yıxırıq Allahın. Deyim, mən neyiniyim, Allah mənə sevdirmədi. Yox, sən nəsə eləmirsən ki, belə olub. Belə deyil. Allah nəyisə sevdirir, nəyisə sevdirmir. Bu sənin elədiyin əməllərin nəticəsidir, belə olmur. Bəxtəbəxt deyil ki, onda deyil, neyiniyim, Allah mənə sevdirmədi də yaxşılıqları. Yox, nəyəsə baxır, nəticə olaraq yaxşılıqları sevdirir ya pislikləri. Bunlar hamısı nəticədir. Məndən asılı olan hissəsi var. Qəlb Allahın əlindədir. Allah Quranda buyurur, bu müqəddimə idi. İnnəllaha habbəbə ileykumul iman və zəyyənəhu fi qulubikum. Deyir, Allah imanı sizə sevdirdi, imanı sevdirdi və gözünüzdə gözəlləşdirdi. Və kərrəhə ileykumul kufra vəl fusuqa vəl isyan. Və Allah sizin ürəyinizdə ikrah yaratdı. Kafirliyə qarşı, fasiqliyə və günaha qarşı, pisliklərə qarşı. Çox diqqətli olun mən bugünkü söhbətimə. Xanım Zəhra məclisindəyik. Bu söhbətin nəticəsində Allahdan istəyirəm ki, Allah qəlblərimizi yaxşı şeylərə bağlasın. Bizim müqəddəratımız qəlbimizdən asılıdır. Bizim müqəddəratımız qəlbimizdən asılıdır. Allah deyir, bəzi adamlara imanı sevdirərəm. İmanı sevərlər. Və imanın ləzzətini dadarlar. İman onlar üçün şirin olar. Bu Allahın mükafatıdır. Bu sənin əlində deyil. Əsas məsələ, yadda saxlayın, dinə əməl eləmək deyil. Əsas məsələ dinə sevərək əməl eləməkdir.
Var ki, yer-göy fərqi var. Biz çox şeylərə əməl eləyirik, amma onu sevmirik. Yol hərəkəti qaydalarına əməl eləyirik. Qırmızı işıq yananda dayanırıq, yaşıl işıqda gedirik. Məsələn, bir nəfər yolu keçəndə saxlayırıq və s. Buna əməl eləyirik, amma yol hərəkəti qaydalarını sevmirik və sevmək məcburiyyətində də deyilik. Çoxlarımız üçün din yol hərəkəti qaydaları qədərdir. Razısınız? Düşmüşük də işə düşmüşük və başlamışıq əməl eləməyə. Məcburuq. Olar olmaz. Əməl eləməklə işimiz bitmir. O qaydalara sevgi ilə əməl edirsən, bu başqa bir göstəricidir. İman belə bir şeydir ki, iman sevilməlidir, istənilməlidir. İman sevilmirsə, nöqsandır, insan üçün nöqsandır. Bu Allahın xüsusi hədiyyəsidir. Allah insanın qəlbini açır, insan imanı gözəl görməyə başlayır və başlayır onu sevməyə. Dinin ən gözəl hissəsi haradır? Dinin ən gözəl hissəsi. Bu ayənin təfsirində ki, indi mən oxudum, bir hədis var. Hədisdə buyurulur ki, deyir ki, Allah ki, deyir, imanı sizə sevdirdim və gözünüzdə gözəlləşdirdim. İmanın ən gözəl hissəsi Əlinin vilayətidir. Əli əleyhissalamın vilayətidir. Vilayət dinin dadıdır, duzudur, gözəlliyidir, ləzzətidir, şirinliyidir. Mən hərdən deyirəm, ay Allah, bunu götürsək dinindən nə qalır? Bax, təsəvvür edin, bu məclislər yoxdur, ziyarətlər yoxdur. Get namaz qıl, gəl evə, ayda oruç tut Ramazan ayında. Nə qalır? Deyir, dinin ləzzəti, dadı Əlinin vilayətidir. Ən gözəl hissəsidir dinin. Görürsünüz, bəziləri İmam Zaman ağanı sevir. Burada da var yəqin ki. İnşallah biz hamımız eləyik. Həyatı haqqında nə bilirik biz? Heç nə bilmirik. İmam Zaman ağanın həyatı haqqında kim nə bilir ki? Barəsində nə məlumatımız var? Amma sevirik onu. Yaddan çıxartmayın, bu Allahın lütfü deyək ki, bir adam haqqında heç bir məlumatın yoxdur. Bilirsən, İmam Həsən Əsgər əleyhissalamın oğludur və salam və qeybdədir. Və onu sevirsən, onu gözləyirsən. Bu bizdən asılı olan şey deyil. Bu bizim qəlbimizə Allahın hədiyyəsidir. Və bu günlərdə dua eləyək ki, Allah o qeybdə olan imama məhəbbəti ürəyimizdə çoxaltsın. Bunu dua eləyək bu məclislərdə. Nüdbə duasına baxın. Nüdbə duası bu eşqin ifadəsidir. Bugün cümə günü idi də, səhərlər oxunur. Cümə günü səhər. Nüdbə duası eşqi ifadə edirik. Deyirik ki, azizun aleyyə ən əbkiyəkə və yaxsuləkəl vəra. Deyirik, mənim üçün çox çətindir. Mən sənin ayrılığa ağlayım, amma cəmaatın heç vezin olmasın. Sadə dildə tərcümə elədim. Cəmaatın, nəinki mən səni sevirəm və sənin ayrılığa ağlayıram, mən yanıram ki, necə olur ki, adamlar sənin yoxluğu hiss eləmir. Küçədə rahat gəzirik ki, imam olmaya, heç vecinə də deyil, məni o da yandırır. Məni o da narahat eləyir. Dözə bilmirəm bu dərdə. Gəlin qəlblərimizi Xanım Zəhra məclisində Allaha təqdim eləyək. Deyək, nə bilirsən elə. Bu mənim qəlbim sənə məxsusdur. Heç olmasa dildə bunu deyək, eyb yoxdur. Deyir, adam özünü bir qövmə oxşatsa, onlar kim olar ya, axırda. Biz də böyüklərdən bəzi sözlər eşidirik, dilimizdə deyək. Deyək ki, qəlbimi sənə tapşırıram. Görün onda Allah qəlblə nələr eləyəcək. Nə eləyəcək bu qəlblə, bu ürəklə? Və bəzən də insan Allah eləməsin, Allahın gözündən düşür. Və mən gəlirəm Əyyam-ı Fatiməyə. Diqqət eləyin bir dənə mənə. Onsuz da diqqət eləyirsiniz, maşallah. İstəyirəm ki, sözün əhəmiyyətini bildirim. Necə oldu ki, bəziləri Xanım Fatiməyə Zəhranı sevmədilər. Bəziləri deyəndə ki, Mədinə cəmiyyəti əsasən Həzrət Zəhranı sevmədi. Həzrət Fatimənin sevgisi
Mədinə cəmiyyətinin qəlbində yer almadı. Bu necə oldu? Bu necə baş verdi? Necə oldu ki, Xanım Fatimə Zəhra ağlayır. Amma cəmiyyətə təsir eləmir. Bilmirəm bu barədə düşünmüsünüz, yəqin ki düşünmüsünüz. Peyğəmbər şəhərində Həzrəti Zəhra gözyaş tökür, fəryad eləyir. Cəmiyyətə təsir eləmir. Bu sizcə adi haldır? Təbiidir də, belə demək olar. Bu çox qeyri-təbii bir haldır. Bu nədirsə, nəyinsə cəzasıdır. Bu belə olmur. Bu nəyinsə cəzasıdır. Nəyəsə görə Allah bu cəmiyyətə qəzəb eləyib, qəzəblənib. Kərbəlada İmam Hüseyn mühasirədədir. İmam Hüseyn mühasirədədir, danışır. Sözü qəlblərə təsir qoymur. İmam Hüseyn əleyhissalam özü deyir ki, mənim sözüm sizin ürəyinizə ona görə təsir eləmir ki, siz haram yemisiniz. Düzdür? Belə sözdür. Haram yemisiniz deyə qəlb çönüb də, qəlbin cəzası budur ki, haram yeyən qəlb Hüseyn sevgisindən məhrumdur. Bu aydın məsələdir. Yəni biz adını eşidib ağlayırıq. Bu adamların qabağında İmam Hüseyn əleyhissalam yaralı bədəni ilə dayanıb fəryad eləyir. Bunlara təsir eləmir. Səbəb var da bu. Bu qəlb niyə bu günə qaldı ki, Hüseyn sevgisi çıxdı? Özü səbəbini deyir. Deyir, haram yemisiniz. Bu İmam Hüseyndir. Sual verirəm. Xanım Fatimə Zəhra daha çox təsir qoymalı idi qəlblərə ya İmam Hüseyn? Mən deyirəm Xanım Fatimə Zəhra. Çünki Xanım Fatimə Zəhra Peyğəmbər qızıdır, Peyğəmbər şəhərindədir və anadır, qadındır. Xanımın təsiri kişidən daha çoxdur. Hətta müasir dövrdə deyirlər ki, xəbərləri təsirli eləmək üçün, inandırmaq üçün qadın oxuyanda daha cəmaat tez qəbul edir və təsirlənir, inanır. Xanım Fatimə Zəhra daha təsirli olmalıdır, düzdür? İndi sual verirəm. Xanım Zəhranın dövründə olan cəmiyyət haram yemişdi? Xeyr. Qaçan çatdırmışdılar haram yeməyə? Haram qapısı hələ açılmamışdı. Halal yeyənlər idi. Halal yemişdilər. Kütləvi şəkildə haram yemək yox idi o cəmiyyətdə. Bəs niyə görə Həzrət Zəhranın göz yaşı bunlara təsir eləməmişdi? İmam Hüseynə kömək eləsəydilər, öldürülmək təhlükəsi vardı, düzdür, bəli. Xanım Fatimə Zəhranın köməyinə gələnləri öldürəcəkdilər, xeyr. Heç kəs öldürməyəcəkdilər. Nə qüdrətləri var idi ki, adam öldürsün, indi gəlib oturublar hələ. Nə ordusu var, nə topu var, nə tüfəngi var. Ölüm təhlükəsi də yox idi. Yaxşı, İmam Hüseynin əleyhinə təbliğat aparmışdılar. Muaviyə, Yezid, Muaviyə neçə illər, o biri xəlifələrin dövründə tutaq ki, Xanım Fatimə Zəhranın əleyhinə təbliğat aparılmışdı, xeyr. Haçan aparılmışdılar? Peyğəmbər təzə vəfat eləmişdi. Xanım Fatimə Zəhranın əleyhinə təbliğat aparılmayıb, oradakı diyə cəmaatı çaşdırdılar. Razısınız da bu fikirlərlə. Peyğəmbər təzə vəfat eləyib. Əksinə, Xanım Zəhra təbliğ olunur Peyğəmbər tərəfindən. Hər dəfə o içəri girəndə hamının qabağında ayağa dururdu. Ayağa qalxırdı. Kərbəladan mürəkkəbdir burada məsələ. Kərbəladan daha mürəkkəbdir burada. Kərbəla sən demə Fatimiyəni başa salmaq üçün baş verib. Sən demə Kərbəla bunun üçündür ki, biz yavaş-yavaş Fatimiyəni başa düşək. Fatimiyə heç şübhəsiz ki, daha yüksək səviyyə istəyir başa düşmək üçün. Fatimiyəni. Xanım Fatimə Zəhra qayıdır evə deyir, kaş öləydim bu günü görməzdim. Vəziyyətə baxın.
Xanım Zəhra emosional söz danışmaz. Hissi söz danışmaz. Hissə qapılıb söz deməz. Biz burada oturmuşuq. Biz yox, bizi çıxaq. Bir dəstə dinsiz kişi oturub bir yerdə, dinsiz sizdən uzaq, dindən imandan uzaq adamlar. Oturublar. Birdən qapının ağzında bir qadın qışqırdı. Köməyə gəlin. O dinsiz kişilərdən hamısı ya ən azı 5-10 dənəsi durar ayağa, deyər gedə görək nə oldu orada. Xanımın fəryadı, bir xanımın, yoldan keçən tanımadığım bir xanımın fəryadı səbəb olar ki, adam hərəkətə gəlsin, geçsin görsün nə olur, küçədə nə baş verib. Düzdür? Xanım Fatimə Zəhranın, Peyğəmbər qızının, tanıdıqları Həzrət Zəhranın fəryadı yayılır küçədə, inanın bir nəfər gəlmir, bir nəfər. Bu nəsə elə belə bir şey deyil. Bu nəsə bir xüsusi bir haldır. Özü Kərbəlada olan səbəblərin heç biri burada yoxdur, dedim də yoxdur heç biri. Nə əleyhinə təbliğat aparılıb, çatdırmayıblar onu eləməyə. Nə kömək eləyəni öldürəcəklər, nə də haram yeməyib bu cəmaat. Razısınız da məndən? Heç biri yoxdur. Məsciddə cəmaata müraciət eləyir. Heç kim yerindən tərpənmir. Ümmü Sələmə deyir, namərdlər. Bu Peyğəmbər qızıdır ya danışan. Cəmaata deyir, bir dənə Peyğəmbər xanımı dəstək olur. Deyir, bu Peyğəmbərin qızıdır danışan, bilirsiniz? Bu qəlblərə nə oldu? Bu qəlblər niyə bu günə qaldı? Bir ayın içində nə oldu Peyğəmbərin cəmiyyətinə? Bunlar axı heç fəsad eləməyə çatdırmamışdılar. Nə oldu bu qəlblərə? Peyğəmbərin işinin təsiri niyə havaya getdi birdən-birə? Allaha and olsun, Fatimiyə çox təəccüblüdür. Hələ biz başa düşməmişik. Hələ Həzrət Zəhranı qürbətdən çıxarda bilməmişik. Mən tam qətiyyətlə deyirəm, Fatimiyə Kərbəladan daha təəccüblüdür. Tutaq ki, İmam Hüseynə kömək eləmək çətin idi, can istəyirdi. Xanım Zəhraya kömək üçün can lazım deyildi. Vallahi lazım deyildi. Kim xanım Zəhraya kömək eləsəydi canı təhlükədə olardı. Məsciddə Həzrət Zəhra çıxış elədi. Məni ən yandır, mən üçün royza budur. Royza budur. Müzakirə edirlər, qapıya hücum olub, olmayıb. Olub, yazılıb tarixdə. Amma mənim üçün royza budur. Budur. Müsibəti budur Həzrət Zəhranın. Məsciddə danışır, haqqını sübut eləyir. Haqqını sübut eləyəndən sonra o şəxs deyir ki, mən razı, fədəy sənin. Amma görək cəmaat nə deyir? Görək cəmaat nə deyir? Cəmaat nə desə, onu eləyəcəm. Cəmaatdan bir üstünə tələb olunurdu. Dursunlar desinlər, Fatimə düz deyir, bir cümlə. Deyir, görək cəmaat nə deyir? Xanım Zəhra baxır cəmaata. Ay cəmaat, nə deyirsiniz? Baxdı, gördü ki, hamı başını salıb aşağı tərpənmir, başını qaldırmır. Bax, budur roizəsi Həzrət Zəhra. Xanım Zəhraya bir dənə desəydilər, düz deyir, haqqını alacaqdı. Bir dənə bunu desəydilər. Heç kimi də öldürməyəcəkdilər. Heç kimi öldürməyəcəkdilər. Vəziyyəti belə görəndə bir üstünə dedilər Həzrət Zəhraya. Dedilər ki, Beytulmala əl uzatma. Öz bağlarımızdan sənə verər. Beytulmalı qarət eləmə ittihamını elədilər xanım Zəhraya. Onda qayıtdı evə, Əliyə dedi, ey Əbu Talibin oğlu, məni məsciddə bugün xar elədilər, ya Əli. Onda Həzrət Əli ona dedi ki, qul həsbiyallah, quli həsbiyallah, de Allah mənə bəsdir, de Allah mənə kifayətdir. Təəccüblüdür və bu mövzu çox mühüm mövzudur. Allah öz Fatiməsini xərclədi ki, biz bu mövzunu başa düşək. Fatimə bilirsiniz kimdir? Fatimə hər mövzuda xərclənməz. Allah Fatiməsini xərclədi ki, biz bugün bu söhbəti eləyək. Bunun köklərini axtaraq. Bu təsadüf hadisə deyil. Tarixdə niyə belə hadisə oldu axı?
Niyə xanım Zəhranın fəryadına, göz yaşına cavab vermədilər? Niyə? İstəyirsiniz biləsiniz vəziyyətin önəmini bildirən hallardan biri də budur ki, Həzrət Fatimə o cəmiyyətdən küstü. Elan elədi ki, mən bunlardan küstüm. Bu nə qədər namərd cəmaatdır. Xanım Zəhra dedi ki, onları mənim dəfnimə buraxmayın. Bu münasibəti idi o cəmiyyətə. Kərbəlanı Fatimiyə nisbətən başa düşmək asandır. Fatimiyədən nə oldu cəmaata? Nə baş verdi? Eşidirlər xanım Zəhra, hədisdə var, hamı eşitdi Həzrət Zəhranın fəryadını və heç kəs evindən çıxmadı. Mən bilmirəm, başa düşürük nədir, faciə nədir. Yəni mən danışdıqca özüm təəccüblənirəm o cəmiyyətin o halına. Sadə məsələ deyil. Bu qəlblər nəsə eləmişdi? Allahın gözündən düşmüşdülər. Qısa müddətdə. Bu tezliklə bu qəlblərə nə olmuşdu? Xanım Zəhra onlara deyirdi ki, siz bu məsələləri həll eləyə bilərsiniz. Amma cavab vermirlər. Sözümü çox uzatmayayım. Yavaş-yavaş sözümdən nəticə alım. Əsas yenə deyirəm, hamı yəqin ki, əzadarlığı gözləyir. Bəziləri məsələləri sadələşdirir. Deyir, xanım bir-iki nəfərlə üz-üzə dayanmışdı. Filan kəslərlə. Amma bu səhv sözdür. Xeyr. Xanım Fatimə Zəhra bütövlükdə cəmiyyətlə üz-üzə dayanmışdı. Xanım Fatimə Zəhranın qarşısında cəmiyyət dayanmışdı. Mövzu 2 nəfər olsaydı, 3 nəfər, 5 nəfər olsaydı, xanım deyərdi ki, o 5 nəfər mənim dəfnimə gəlməsin. Xanım Zəhra cəmiyyəti məhrum eləyir öz təşyiq cənazəsindən. Deyir, heç kəs gəlməsin. Heç kəs. Mənə hamı günahkardır. Məni gecə dəfn elə, heç kəs icazə yoxdur. Məhrəm adamlar. 4-5 nəfər. İstisna. Çünki nə baş verirdisə, cəmaatın xeyir duası ilə baş verirdi. Cəmaat xeyir duasını vermişdi. Bilə bilə ki, Fatimə kimdir? Belə biganə. Həbbəbə iləykumul iman. Allah imanı sizə sevdirdi. Bunlara nə oldu ki, imanın təcəssümü olan Həzrət Zəhranı sevmədilər? Nə oldu bunlara? Allah bunların qəlblərini öz başına qoydu və yaxşıların məhəbbəti bunların ürəyindən çıxdı. Dedi, gedin. Gedin və ondan sonra fəryadı da sizə təsir eləməyəcək. Siz cəzalanmışsınız. Cəmiyyət Allahın gözündən düşəndə belə olur. Gəldim əsas suala, niyə görə? Niyə görə? Uzatmayayım da, vaxt çox deyil, azdır. Bir cümlə ilə deyim. Çünki cəmaat Allah dostuna layiq olan dəyəri vermədilər. Vəssalam. Allah dostuna layiq olan dəyəri vermədilər. Dedilər, o olmasın, bu olsun. Nə olacaq ki? Bu sadə məsələdir. Yox. Bilirik üstündür. Əli ibn Əbu Talib hamıdan üstündür, bilirik. Amma dünya dağılmadı ki. Üstündür, amma indi bu da adamdır da. Nə olacaq ki? Dinimiz yerində, namazımız yerində, ibadətimiz yerində, hər şey öz yerində. Allah, bax bu cümləni yadda saxlayın. Bu cümlə həmişə qulağınızda olsun. İmam Zaman zuhuru ərəfəsində xüsusən bu cümlə yadınızda qalsın. Allah dostuna layiq olduğu dəyəri verməsən, bir gün Allah dostuna düşmən olacaqsan. Layiq olduğu dəyəri verməsən. Allah dostu məsələsi o qədər həssasdır ki, sən onunla düşmənçilik eləməsən də, layiq olduğunu verməmək kifayət ki, sən cinayətkarsan. Sən üçün cinayətkar olmağa bu kifayətdir. Onlar birdən-birə Əhl-i Beytə düşmən olmadılar. Əvvəl dedilər ki, layiqlidirlər, amma indi oldu da. Layiqli dəyərini vermədilər. Biz elə bilirik, günah ancaq içki içməkdir, zina eləməkdir, qeybət eləməkdir. Bunlar günahdır, şübhəsiz. Amma çox içki içənlər düzəlib.
Çox zina eləyənlər yaşımın illəri qədər şahidəm. Hər cür günah eləyən, ağlınıza nə gəlir? Hər cür günah eləyənin islah olduğunu mənim həyatımda görmüşəm mən. İslah olub, əməlli başlı islah olub. Düzəliblər. Amma Allah dostuna layiq olduğu dəyəri verməyən insanlar adətən süqut eləyiblər. Adətən süqut eləyiblər. Bu içkidən də, qumardan da, zinadan da böyük bir cinayətdir. Böyük bir cinayətdir. İçki içən moizə eşidər o aylar, Allah dostuna dəyər verməyən xanım Zəhranın fəryadını eşidər, ayılmaz. Düz yola gəlməz. Uşaqlarımıza təlqin eləyin, tərbiyə eləyəndə. Deyin ki, çalış günah eləmə, amma neynəsən də birdən günah da eləsən, çalış ki, layiqli adamlara hörmət elə, dəyər ver. Ləyaqətli adamlara dəyər ver. Allah dostuna hörmət o qədər mühüm mövzudur ki, hədisdə var ki, hamıya hörmət eləyin ki, birdən Allahın dostu olar. Görün, məsələ nə qədər əsasdır. Deyir, hamı ilə ehtiyatlı olun ki, bilməzsən Allah dostu olar, bədbəxt olarsan yəni. Birdən bilmədən Allah dostuna hörmətsizlik eləyərsən, bədbəxt olarsan. Cəzası ağır olar. Hamı bilir, Əli Kəbənin mövlududur. Kəbəndə doğulan bir şəxsdir. Hamı bunu bilir. Amma dəyər vermirlər. Vuruşmurlar, amma dəyər vermirlər. Günahkar da olursunuzsa olun, mən hamınızdan günahkaram, burada oturmuşam. Mənim etiqadıma görə də belə, yəni mən burada təvazökarlıq oyunu oynamıram. Mən həmişə heç vaxt özümü layiq bilmədim də, bilmirəm, axırda bilinər qiyamətdə, bilmirəm. Amma nə qədər günahkar oluruqsa olaq, bizə deyirlər ki, dəyərlərə dəyər ver, bu xüsusiyyət əlindən tutacaq. Mütləq sənə nicat verəcək. Seyyid Mehdi Qəvam bir alimdir. Bir yerdə oturub, məsələn deyək, bulvar kimi bir yerdə, parkda. İldə bir dəfə görərsən gedərlər də müridləri ilə oturub, süfrə açıblar, söhbət eləyirlər. Bu yanında da o adamın adı yadımdan çıxıb. Bir şuluq bir adamdır, vurub yıxan adamlardan biri. Öz dostları ilə içki içir. Musiqi səsi filan, bu da oturub burada arif adam da, alim adam, mane olurlar. Deyir ki, biri deyir ki, gedin onlara deyin ki, bu alim buradadır. Gedib deyirlər ki, Seyyid Mehdi buradadır, sən belə yaxşı deyil. Deyir, doğrudan musiqinin səsini alın, içkili vəziyyətdə gəlir. İçkili vəziyyətdə. Deyir ki, mən çox-çox üzr istəyirəm, Peyğəmbər balası burada olub, mən bilməmişəm, hörmətsizlik olub. Mən sizin əlinizdən, ayağınızdan öpüb üzr istəyirəm. Deyir ki, mən alim buna deyir, sənin adını çox eşitmişəm. Sənin məramın nədir ki, belə məşhursan? Məsələn, sizin bu vurub dağıdanların məramı nədir? Deyir, çoxdur. Məsələn, biri budur ki, biz duz çörəyə hörmət eləyərik. Birinin duzunu yiyib, duz qabısını sındırmarıq. Baxır ona, deyir ki, amma mən bilirəm ki, məndə məlumat var. Sən birinin duzunu yiyib, duz qabısını sındırmısan. Deyir, ola bilməz. Deyir, neçə yaşın var? Deyir, filan qədər. Deyir, bu yaşa qədər yeri göyü yaradan Allah sənə bu qədər nemət verib. Sən bir dəfə ona təşəkkür edib, 2 rükət namaz qılmamısan. Deyir, hə, ağlabatan sözdür bu. Düz sözdür. Mən qələt eləmişəm indiyə qədər. Nəyin nəticəsi? Könül deyir, bir mədrəsə təsis edir ki, nə qədər alim tərbiyə edir. Nəyin nəticəsidir? Qəlbdə günahkar da olsa, dəyərliyə dəyər verir, vəssalam. Dəyərli adama dəyər verir. Allah dostunu dəyərləndirir. Allah dostunu dəyərləndirir. Və bu, ən mühüm xüsusiyyətlərdən biridir. Ən vacib xüsusiyyətlərdən biridir. Mənim söhbətim əsasən bununla bağlıydı bugün. Bəzən Allah dostları öz fəzilətlərini cəmaatdan gizlədir. Bilirsiniz niyə? Bəzən Allah dostları
özlərini cəmiyyətə tanıtdırmır. Bilirsiniz niyə? Cəmiyyətə yazığı gəlir deyib, məni olduğum kimi tanısa, hörmətsizlik eləsə bədbəxt olacaq. Ona görə özünü gizlədir. Özünü dəyərsiz biri kimi göstərir, cəmiyyətə rəhm elədiyindən. Çünki bilir ki, fəzilətlərini tam tanısalar, hörmətsizlik eləsələr, daha nicat yolu yoxdur. Nicat yolu yoxdur. Ona görə bizə də deyirlər ki, hər yerdə, hər cəmiyyətdə Allah dostlarını tanıtdırmayın. Cəmiyyətin tutumu olmaz, sonra hörmətsizlik eləyər, bədbəxt eləyərsiniz. Ona görə də hər yerdə Allah dostunun fəzilətlərini açmayın, danışmayın, tanıtdırmayın. Qoy bəhanələri olsun ki, tanımadıq. Bu üzürləri olsun. Övliyalar özü bilib ki, onlara qarşı hörmətsizlik pis şeydir. Onlara qarşı hörmətsizlik olan kimi tez dua eləyiblər. Buna hörmətsizlik eləyib, tez dua eləyib ki, Allah bəla göndərmə. Neçə dəfə Məşəddə daşda, məsciddə mən danışmışam. Şahabadinin, Əllamə Şahabadinin bu hadisəsini ki, deyir, hamamda idi, hamama gəlmişdi, ümumiddə hamamlar. Bir dənə yoldan keçən bir avaranın biri təhqir elədi. Ağır söz dedi buna. Ağır söz dedi, bu heç nə demədi. O getdi. Səhəri gün oturmuşdu, gördülər ki, cənazə aparırlar. Dedi, ay bala, kimdir ölən? Dedi, dünən sizi hamamda təhqir eləyən adam. Getdi evə, dedi, dilim ağrıyır, dilimə nəsə oldu. Şişdi, deyir, dil ağzında. Həkim aparınca öldü. Deyir, ömrünün axırına qədər o hadisə yadına düşəndə narahat olur. Deyirlər, niyə narahatsan? Deyirdi, kəs cavab verərdim, Allah cəzasını verməzdi. Mən ki, danışmadım, Allah götürdü boynuna. Özü bilir, özü öz məqamını bilir. Allah dostları cəmaatın dərdini çəkiblər ki, cəmaatın dərdini çəkiblər. Mənə hörmətsizliyə görə cəzalanmasınlar. Bəzən elə olur ki, Allah dostu da aciz olur. Allah Quranda deyir, ləalləkə baxiqun nəfsək. Az qalırsan özünü öldürəsən, Peyğəmbər. Xanım Zəhranın fəryadı bir nə üçün idi? Əliyə hörmətsizlik eləyən cəmiyyəti bəlalardan xilas eləmək üçün. Görürdü hara gedir. Onlar görmürdülər. Onların dərdindən fəryad edirdi. Həzrət Zəhra həyat yoldaşının davasını aparmırdı. Görürdü ki, cəmiyyət hara gedir. Bir ana kimi fəryad edir ki, oyatsın bunlar. Görürdü ki, bunun cəzası pisdir. Pis şeylər olacaq, oldu da. Bugünəcən də davam eləyir. Bugünəcən bəşəriyyətin başına nə bəlalar gəlib, o cəmiyyətin Allah dostuna lazımı hörməti göstərməməsi səbəbindəndir. Bugünə qədər. Əlinin gözəlliyini görmək və sevmək az iş deyil. Axırıncı sözlüyüm, bağışlayayım, sözümü tamamlayayım. Bir şey də deyim. Buna da diqqət edin, bilirəm, yormuşam sizi. 5 dəqiqə. Dedi, imamət dinin gözəlliyidir, düzdür? Dedi, imamət dinin gözəlliyidir. Bu gözəlliyin arxasında məntiq də var ya, yox. Sırf gözəlliyidir. Sırf emosiyadır bəlkə. Məsələn, ana balasına deyir, gözəl balam, baxırsan, görürsən, gözəl deyil balası. Heç yaraşıqlı deyil. Deyirsən ki, bunun nəyinə gözəl deyirsən, deyim, məntiq axtarma sözümdə, anayam da deyirəm. Bizim əhl-i beytə olan sevgimiz sırf gözəlliyidir, arxasında məntiq yoxdur. Sırf emosiyadır. Xeyr. İmamət sevgisi həm gözəldir, həm zəruridir. Hava su kimi. Bəli, biz gəlirik bu məclislərə. Bu məclislərin gözəl halı olur. Fikir verin, nə qədər adam toplaşıb bura. Hər yerdə də belə olur. Heç kim bura savaba görə gəlməyib. Yadınızda da bura gələnə nə savab və mənim yadımda deyil. Mən bu yaşa qədər özümü təftiş eləmişəm. And olsun Allah, heç vaxt olmadı mən Əhl-i Beyt məclisinə hacət üçün gedim. Böyük adam da deyil ama, deyəm böyük adamım. Yəni məclisin cazibəsi elədir ki, düzdür, hacət ola bilər yadığa düşsün hardasa, deyəsən məni dua el. Amma evdən çıxım ki, hacət versinlər, mənə nə savab versinlər, yaddan çıxır. Biri mənə gəlib desə ki, sizin hər birinizə, desə ki, 100% bu məclisdə sənin hacətlərin verilməyəcək, deyəcəksən, qurban olsun xanım Fatimə Zəhraya. Deyəcəksən də, bu böyük bir fədakarlıq deyil ki, düzdür. Biz bu məclislərə qəlbimizlə, ürəyimizlə gəlirik. Bu gözəlliyi bizi cəzb edir, gəlirik. Bu gözəlliyin cazibəsi ilə gəlirik. Amma bu sırf gözəlliyi deyil, bu gözəlliyin arxasında məntiq də var.
Bu arada uzun danışmaq olar, amma vaxt azdır danışmıram. Məsələn, bir dənə misal deyim. Biri xəstədir, deyirlər filan gülü iynəsən sağalarsan, sənin əlacın ondadır. Misal üçün deyirəm. Bundan soruşsan ki, sən filan güldən xoşun gəlir, deyir, ölürəm onun ətri üçün. Onun ətri üçün ölürəm. Buna deyirlər, həm faldır, həm tamaşa. Həm bunun həyatı o gülü iynəməkdən asılıdır, həm də zövq alır ondan. Bizim Əhl-i Beytə sevgimiz belədir. Biri var, acı dərmanı məcburam için zərurətdir sağalmaq üçün. Acıdanmı içirəm? Biri də var ki, istədiyin yeməyi həkim yazıb sənə ki, bu ən xoşladığın yeməyi hər gün ye. Deyirsən, xoşluğa gəlir, deyirsən, hə. Həm zərurətdir bunu yemək, yeməsən ölərsən, həm də xoşluğa gəlir. Əhl-i Beyt sevgisi belə bir şeydir. Həm gözəldir, həm də hər şeydən zəruridir. Hər şeydən daha zəruridir. Hər gözəl belə olmur. Filan pərdə gözəldir, gözəl pərdədir. Onu taxmasaq dünya dağılmayacaq. Amma bu belə deyil, deyək, sırf gözəllikdir. Bu, həm ağlın təsdiq elədiyi zərurətdir, həm də gözəllikdir. Bitirdim söhbətimi. Xanım Zəhranın sevgisi həm gözəldir, həm zəruridir. Sual verirəm sizə. Bu sual mənim zikri müsibətimə müqəddim olsun. Biz Həzrət Fatiməni nə qədər tanımışıq? Çox az, öz payıma deyirəm. Deyir, Fatimə Qədr gecəsi kimidir, hədisə bax. Qədr gecəsi bir üstünədir. Və mə ədrakə mə leylətul qədr. Sən nə bilirsən ki, nədir Qədr gecəsi? Fatimə budur. Sən nə bilirsən, nədir Qədr gecəsi? Mən bu naqisliyimlə nə qədər tanımışam Həzrət Zəhranı? Çox az, amma məclisin elə yorulur ki, az qalır ürək dayansın, taqətimiz olmur müsibətinə dözməyə. Axır illər fikir vermişəm, məddahlar da açıq roizələr oxumur, məncə düz eləyir. Mən Seyyid Peymana da demişəm, məncə düz eləyir, açıq, cəmaatın da halı da yoxdur, gözümü də yoxdur. İndi cəmaat mən öz məclislərimizdə görürüm, bir yerə çatıb ki, işarədən artıq görsən ki, bir işarədən görsən, başqa cür yanırlar. Bu səfa əlamətidir. Bu qəlblərdə olan səfa əlamətidir. Səfanın əlamətidir. Amma biz özümüzü tanıyırıq da, biz nə qədər tanımışıq Həzrət Zəhranı. Biz ki, az tanımışıq, bu qədər yanırıq, sözüm budur. Gör balaları və Əli ibn Əbu Talib o qədər böyük mərifətlə bu günlərdə nələr çəkirdilər. Bu da mənim zikri müsibətim olsun. Görün, onların dərdi nə qədər böyük idi. Fatiməni tanımışdılar axı. Peyğəmbər elə bilirsiniz, elə belə durur ayağa. Hər dəfə deyir, o içəri girəndə Peyğəmbər ayağa dururdu. Həmişə, istisnasız. Çünki tanımışdı onu. Hədisə bax, deyir, anam Fatimə Zəhra gündə 3 dəfə evdə tulu eləyirdi. Tulu bilirsiniz nədir? Dilləri qürub tulu, günəşin tulusu, yəni doğması. Deyir ki, 3 dəfə Fatimə Zəhra evdə nur saçırdı. Nə deməkdir, biz başa düşmürük. Bunu İmam Hüseyin başa düşür. Xanım Zeynəb başa düşür. Gün kimi doğurdu ev əhli üçün. Görün, onun getməyi nə qədər təsir elədi uşaqlara. Biz bu qədər yanırıqsa gör, onlar bu günlərdə nə haldaydılar. Gəlmiş onlar tək qalmasınlar, elə zənn eləyək. Çünki o vaxt qapılarını açan olmadı. Heç kəs gəlmədi. Xanım Zeynəbə desin ki, başın sağ olsun, anan dünyadan köçüb. Heç kəs gəlmədi. Bu şam bu günlərdə sönür. Təsəvvür eləmək olmur, nə dərd çəkirdilər. Dərd onları öldürürdü. Sözün əsl mənasında. Ona görə deyir, xanım Zəhra son nəfəsləri idi. Gözün açdı, gördü, əli dayanıb, ürəyi yerindən çıxacaq indi. Əlini bu vəziyyətdə gördü. Ona görə baxdı, dedi, Əli ibkili və bikilil yətama. Əli tez ağla mənə, ağla yetimlərimə. Ağla, yoxsa bu qəm sənin ürəyini partladacaq. Bilirdi onlar nələr çəkir. İcazə verin, mən sizin adınızdan xanıma müraciət edeyim. Deyim, xanım, olar ki, getməyəsən. Olar ki, getməyəsən. Sən dua elədin axı, dedin, Allahümmə əccil vəfati səri'a. Dedin, Allah, məni tez öldür. Xanım, olar Əliyə rəhm eləyəsən, getməyəsən.
Onlar Həsənə, Hüseynə rəhm eləyəsən, getməyəsən, Zeynəbə rəhm eləyəsən, getməyəsən. Cavab nə olardı? Məncə xanımın cavabı bu olardı. Cavabı bu olardı ki, mən qalardım, amma taqətim yoxdur əlini qərib görməyə. Evə girirəm, görürəm, Əli dizin qucaqlayıb, oturub otağın küncündə. Mən Fatimənin bunu görməyə halım, taqətim yoxdur. Mən bir cəmiyyətdə ki, Allah dostu bu qədər qəribdir, yaşaya bilmirəm. Bir cəmiyyət ki, orada Allahın dostu dizlərin qucaqlayıb bir küncdə oturub, heç nəyə gücü çatmır. Ona görə Əli Fatiməni qəbrə qoyanda dedi, la xeyrə bə'dəki fil həyat. Fatimə, səndən sonra da yaşamağın mənası yoxdur. Həyatda bir xeyir qalmadı. Əliyə məna yoxdur yaşamaqda. Ona görə xəbər gəldi Həzrət Əliyə ki, Fatimənin halı dəyişib. Mən görmüşəm tarixdə və həmişə gözümün qabağında canlandırıram. Bir məsciddən çıxdı, qaça-qaça evə gələndə neçə dəfə ayağı ilişdi, yıxıldı yerə. Əlini yıxılan görməmişdilər. Heç bir müharibədə Əli yerə yıxılmamışdı. Fatimənin qəmi əlini yerə yıxdı. Apardı, dəfn elədi, torpaq çəkdi üstünə. Ondan sonra dedi, salam olsun sənə ya Rəsulallah. Qəm o qədər böyüdü ki, Peyğəmbərdən başqa adam tapmır qəmini bölüşməyə. Salam olsun sənə məndən və yanında yatan qızından. Mən heç nə demirəm ya Rəsulallah. Qızından soruş ki, səndən sonra başımıza nə oyunlar gətirdilər. Qızın sənə xəbər verər, məlumat verər. Bəzi yerlərdə var, Əli dayandı qəbrin yanında, Fatimədən səs gəldi ki, get, uşaqlar səni gözləyir. Uşaqlar tək qalıb evdə. Deyir, o məzlum Əli gəldi, evə daxil oldu, gördü 4 uşağın hərəsi otağın bir küncündə dizin qucaqlayıb, ağlayır anası Fatiməyə. Birini sakit eləyir, o biri ağlayır, o birini sakit eləyir, o biri ağlayır. Axırda dedi, gəlin balalarım, gəlin mənim başıma, toplanın. Zeynəb desin anasından, biz səsimizi qoşaq Zeynəbin səsinə. Əla lənətullah ələl qavmiz zalim.